İzləyicilər, hər birinizi kanaldan salamlayıram. Yenidən çəkimlərə davam edirik. Bugünkü məşqimiz sinə və triceps məşq olacaq və Apollondan aldığım bağlamanı artıq götürmüşəm. Elə sizinlə bir yerdə açıb bölüşmək istəyirəm. Məşqdən öncə və məşq qabağı istifadə etdiyim əlavələri bölüşəcəm. Gəlin bir yerdə açaq. Hər videoda bölüşdüyüm kimi məşqdən öncə istifadə etdiyim bare knuckle bu sin-freedir, yəni kafein tərkibli deyil. Ona görə hər məşqdən əvvəl istifadə etmək olar, elə mən də onu istifadə edirəm. Enigma, BCA, amin turşuları, bunu isə məşq zamanı istifadə edirəm və səhər ac qarına kardio eləyəndə çox gözəl bir kompleksdir. 20 amin turşusu var və təbii ki multivitamin, bunu da il boyu davamlı istifadə edirəm. İstər yarış hazırlığı olsun ya da hazırlığı olmasın, mütləq bu mənim rasyonumda multivitamin var. Və klasika kreatin monohidrat yalnız 5 qram məşq zamanı istifadə edirəm. Siz təbii ki məşqdən əvvəl, məşqdən sonra da istifadə edə bilərsiniz. Heç bir önəmi yoxdur. Əsas odur gün ərzində 5 və ya 10 qram olsun. Mütləq davamlı şəkildə quruma dövrü, bulk dövrü kreatin rasyonumda var. Və greens ən çox sevdiyim əlavələr, antioksidantlarla və probiotiklərlə dolu bir əlavədir. Bunu kardiodan sonra səhər az qarına bir skup yarı limonla istifadə edirəm. Çox gözəl bir probiotiklərdir, mədə bağırsaq üçün, həzm sistemi üçün tövsiyə edirəm. Bu qədər. Mən indi bunları qarışdırım və isinməyə başlayaq, artıq məşqimizə keçərik. Məşq zamanı isə hər zaman olduğu kimi texnikanı, xırdalıqları bazarın müdərisindən bölüşəcəm. Əlavələrim hazır. Bu əlavəni məşqdən qabaq içirəm. Yarı porsiya bare knuckle, yarı porsiya blood sport, tam kafeinsiz. Son videoda demişdim, hardasa 4 ay olar ki mən kafein istifadə eləmirəm. Çünki məşq zamanı ürək döyüntüləri qaldırır. Bu da mənə xoş deyil, özümü yaxşı hiss etmirəm. Ona görə pre-workoutlar hamısı kafein free. Məşq zamanı istifadə etdiyim isə burada 30 qram glycerol, 5 qram kreatin, 2 qram Himalay duzu qatıram, mütləq daha yaxşı pamp almaq üçün. Elektrolitlər vacibdir və 5 qram da kreatin. Bunu isə məşq zamanı istifadə edirəm. Hamısı hazır, mən hazır. Bunları da içək, isinək və artıq başlayaq bizim sinəklə triceps məşqinə. Hər səfərində deyirəm, məşqdən qabaq mütləq 10-15 dəqiqə isinməyə vaxt ayırın. Uzun müddətli idman edirsiniz, ən əsasda sinə məşqindən qabaq çiyniniz sağlam qalması üçün isinmə çox vacibdir. İndi demək olar ki, hər videoda biz çəkib paylaşırıq, yenidən paylaşım, yeni izləyənlər üçün. Baxın, bu sadəcə hərəkətləri təkrarlamaqla tam çiynlərinizi və sinənizi sindirmiş olacaqsınız. Sonra isə artıq rahat məşqinizə başlayın. Yəni məşqdən qabaq gəldim, həmən çəkinin altına girdim, trenajora oturdum, işlədim. Bu uzun müddətli davam etməyəcək, əmin olun. Hardasa 1 il, 2 il ərzindən sonra travmalar üzə çıxacaq, zədələr çıxacaqdır. Ən yaxşısı 10 dəqiqə vaxt ayırın isinməyə, sonra isə rahat məşqinizə davam edin. İstər sinə məşqi ya da başqa məşq isinməyə vacib olan bir şeylərdəndir. Baxın, sadəcə təşkilsanız bəs edər. Çiynin, əsasda sinə məşqindən bax, çiynin rotatorla isindirəcəm. 15-20 arası say etməniz tam bəs edər. (15-20 arası yanlara və sonra isə 15 ədəd də qabağa. Yanlara və qabağa edəndən sonra isə götürürsünüz hansı 3 ya da 4 kiloluk bir qantel, ağır lazım deyil. Çünki isinmədə özünüzü yormalı deyilsiniz. Və çiyini öz ətrafında rotasiya etmək lazımdır. Say yenə 10-15 arası çöl hissəyə və 10-15 arası ilə iç hissəyə çiyini tam 100%'lik isindirmək üçün etsəniz daha yaxşı olar. Və ən əsası da bunlara diqqət yetirməyinizi çox istəyərəm. Çöl və iç hissəsi rotatorları bərkitmək üçün dirsəyiniz sabit qalsın, tərpənməli deyil. Yalnız qolun bu hissəsi həm çöl və iç hissəsi rotatorlarınızı qızışdırmaq üçün super bir hərəkətdir. Say 10-15 arası tam bəs edir. Əsas odur dirsəyiniz ayrılmasın. Və çiynin digər rotatoru. Burada da çalışın, çiyniniz sabit qalsın, tərpənməsin. Məqsəd dediyim kimi ağır deyil. Sadəcə rotatorları yaxşı sindirməkdir. Say 10-15 arası tam bəs edər sizə.
İsimlər də bitdi və artıq başlayaq sinə məşqimizə. Birinci hərəkətim isə Smithdə olacaq, chest press. 30 dərəcədə eləyəcəm. Tam hazırlayım aparatı və başlayacağım. Total 5 set eləyəcəm. Bunlardan 3-ü isinmə setləri. İkisi isə işləyə olacaq. İşləyə keçəndə artıq sayı 8-10'u salacağım. Maksimum çalışacağım, ağır eləyim. Bu qədər. Tam hazır edim. Smith'i və başlayaq. Eyvallah. Hər tərəf 20'lərdən başlayacağım. Birincisini meyliyim. Sayda 15 olacaqdır. Sonra yavaş-yavaş artıq hiss eləyəndə ki, sinəm tam hazırdır. Tam yükləyib və işlə setlər keçəcəm. Saylar da 8-10. Başlayım artıq. Endili çiyindən biraz aralı qoyuram və əsas məqsəd burada streç etməkdir. Yəni yarımçıq buraxmanın heç bir effekti olmayacaq. Siz əzələnizi nə qədər streç etsəniz, yəni aşağı buraxsanız bir o qədər daha çox hərəkətə qoşulacaq həmin əzələ. Onun üçün streçik mütləq vacibdir və yuxarıda isə yarım saniyə fiksasiya. O da sinəvizin hər yeri qanla dolsun deyə etməlisiniz. Yaxşı nəticə görmək üçün. Başlayaq. Əla, isinmə setin birini yekunlaşdırdım. Set arası da çalışacağım sinəmə açım. Ümumiyyətlə, hər əzələni çalışandan sonra set arası həmən əzələndə artıq streçik edin. Qanla da olmayan yerlər daha da yaxşı da olsun. Və beləliklə sinəviz işlə setlərə daha tez hazır olsun. Sadə bir şeydə əliniz arasında qoyursunuz və maksimum streç edirsiniz. 10 saniyə, 5 saniyə saxlasanız tam bəs edəcək. Kesin növbəti isinmə setmə. 15 artıracağım, çox yox. Bir dənə 15 dəfə edəcəm. Və fasiləni isə dəqiqə yarım ya da 2 dəqiqə. Çox tezləmək də lazım deyil. Tam yaxşı bərpa olasınız. Ümumiyyətlə, sinə məşqi ən əyləncəli məşqdir. Kürəyə və ayağa baxanda orada tam fokuslanırsan, yorulursan. Amma sinə məşqi əyləncəlidir çünki zövq alırsan, pamp alırsan. Elə də çətin deyil. Yəni mənim üçün. Sinə məşqim isə mütləq dirsəkliklərlə keçir. Çünki artıq ağır çəkilər keçəndə dirsəkləri qorumaq vacibdir. Zədələr olmasın və daha yaxşı çıxa biləsən. Çünki dirsəklərdə yaxşı kompress yaradır. Sinə və çiyin məşqindən mütləq istifadə edirəm bunları. Siz də əgər ağır çəkilərlə çalışırsınızsa, dirsəkliklər vacibdir. Başlayıb ikinci setə sayı 15 edəcəm. Çox dincəlmək istəmirəm. Əla, elə də ağır olmadı. 15 rahat etdim. Yəqin ki, yenidən həmən çəkin üstünə 15'lər artıracağım və növbəti setə keçəcəm. Biraz incələk və başlayaq. Hətta 10 yox 12 dəfə də getdi. Bu deməkdir ki, biraz da 20% artıb. Sonuncu 4-cü setimi sayı 8'də salacağım. İşlər setlər arasında fasilə 1 dəqiqə yarım. Düşünürəm, onlar aşağı etmənin heç bir mənası yoxdur. Şəxsən mənə görə. Çünki həmən çəkini edə bilməyəcəksiniz. Onun üçün 1 dəqiqə yarım, 2 dəqiqə və sayı da 8 olmalıdır. Ən çox gələn suallardan biri isə müəllim, ağır çəki ilə çalışım, yoxsa yüngül çəki ilə? Öz təcrübəmdən və tələbələrlə çalışdığım təcrübəmdən deyə bilərəm ki, siz elə bir çəki götürməlisiniz ki, yəni o ağır olsun, amma o qədər ağırlıqda olsun ki, siz onu
8-10 arası edə bilərsiniz, yəni işləh setlərdə. Maksimum işləyi 1-2 dəfə etmək ehtiyac yoxdur. Bu sizə elə bir yaxşı hipertrofiya verməyəcək. Yəni mən bunu 160 edirəmsə, o demək deyil ki, sən də gedib 160 etməlisən. Özünə uyğun bir çəki seçməlisən ki, harda ki, sən sonuncu setlərdə 7-dən 8-dən sonra artıq tükənişə satırsan, bax bu da olacaqdır sənin üçün ağır çəki və ən yaxşı inkişaf. Digərlərin proqramını təşkilamaq lazım deyil və ya eqaliftiklə məşğul olmaq da lazım deyil. Və ən yaxşı təcrübə də sizin üçün olar ki, siz öz üzərinizdə həmən metodikaları yoxlayasınız və inkişafa gəlib çatasınız. Yəni, mənə bu uyğundursa, o demək deyil, sənə də uyğundur. Ona görə biraz fərqliliklər etməyiniz çox vacibdir məşqdə. Yəni, bir şablon, bir proqram, yanaşma yoxdur. Özünüzə uyğun seçin və onunla da davam edin. Əgər olmursa, növbəti metoda keçin. Set arası çalışıram, qısaca məlumatlar verim, amma heç qısa da alınmır. Getdikcə gedirəm, dayanmaq bilmirəm. Dincəldim, bəsdir. Sonuncu setimdə çalışacağım. 8-dən aşağı düşməsin say. 8-də nə qədər qoymuşam? 20, hər neysə. Əsas o etmək lazımdır. Bu mənim üçün ağırdır. Başlayaq. Əla. Gözlədiyimdən də yaxşı oldu. 8 dəfə edə bildim. Düşünürəm tam bəs edər. Toplam 4 set elədim. Videonun əvvəlində 5 desəm də. Bunlardan ikisi isinmə oldu, ikisi isə işləh set. Sonuncu işləh setdə 8-də tam dirəndim. Ona görə yəni tam başqa hərəkətə artıq keçmək olar. Və zalda ən çətin hərəkətlərdən biri işlədiyim daşları yerinə qoymaqdır. Çoxlarınız qoymursunuz. Məndə də elə bir çəkidir ki, belə saxlasam onsuz onu gəlib heç kim işləyəsi deyil. Ona görə çıxartmam daha yaxşı olar. Növbəti ikinci hərəkətim isə hammer chest press olacaq. Zalımızda belə bir yaxşı hammer stretch'in aparatı var. Düşünürəm, texnocundan qat-qat daha yaxşıdır. Biomexanikası, hissiyatı onun üçün mütləq sinə məşqində. Hər bir sinə məşqində mən bunu qatıram. Başlayacağım, total 3 set eləyəcəm. Birincisi adaptiv olsun, sonra isə artıq yükləyib 2 dəmə işlə eləyəcəm. İşləkdə də yeni çalışacağım, sayı 8-dən aşağı düşməyim. Adaptiv set, yəni birinci set isə 12-15 arası. Burada da vacib stretchdir. Ümumiyyətlə düşünürəm, bu hammer stretch trenajörləri texnocundan daha üstündür. Biomexanika cəhətdən və hissiyat cəhətdən. Bizim zalda 4 ədəd var və mütləq hər məşqdə, hər bir istər kürək, ayaq məşqində onların hamısını qatıram. Hər tərəf erimləri artıracam və növbəti setə hazırlaşım. Ümumiyyətlə, bir çoxlarınıza fikir verirəm, istər sosial şəbəkələrdə, istər zallarda. Məqsədiniz sanki fitnessə gəlirsiniz, bodybuildinglə məşğul olursunuz. Amma məqsəd sanki o deyil, çünki maksimum yükləyirsiniz. Siz özünüz də bilmirsiniz, nə çalışırsınız. Burada vacib olan hissiyatdır, düzgün texnikadır, negativ, pozitiv fazalar. Sizin məşqlərinizdə ancaq eqaliftik, gəlin maksimum yükləyim. Əzələ minimum dərəcədə işləsin. Sadəcə özüm belə deyim, doymuş, dolğun hiss edim. Mən gəldim, bu çəkini işlədim, rekordlar vurdum. Nəticədə isə nə dəyişim var, nə bir şey var, nə nəticə var. Yəni, çalışın, zala gəlirsinizsə, məqsədiniz həqiqətən formaya düşməkdirsə, fitness-isə, bodybuilding-isə ona uyğun zalda hərəkətlər edin. Bu qədər. Başqa isə deyə bilmərəm. Çünki əksəriyyətiniz heç düzgün məşq proqramını qurmağını belə bilmirsiniz. Nə bilim, çox şey demək olar. Özünüzə obyektiv fikir vermirsiniz. Elə 3 ay, 4 ay, 5 ay keçir, eyni formada qalmışsınız. Sonucda isə bu idman nəticə vermir, vəfasızdır. Ümumiyyətlə, məşqə başlamamışdan öncə, proqram qurmamışdan əvvəl özünüzə obyektiv qiymət verməyə bacarın. Yəni, baxırsınız güclüyə, hansı səvi zəifdir, daha çox məşq planınız ona uyğun qurulur. Yoxsa, baxın, mən professionallara ya da dostumun proqramını təkrarlayım, sizlərlə yaxşı inkişaf etməyəcəksiniz.
Hər kəs individualdır. Məndə filan nəzərə zəifdirsə gedib daha çox ora yükləməliyəm. Ora uyğun plan qurmalıyam ki, həmən zəif əzələni inkişaf elətdirim. Gördüyünüz kimi mən də sinənin üstündən başladım. Sinəmin üstü zəif olduğu üçün və daha çox məşqin fokusu sinənin üst hissəsinədir. Burada da düzdür, çoxunuz düşünərsiniz, sinənin alt hissəsi işləyir. Sadəcə sizin hansı bucaqda uzanmağınız həmən sinənin o hissəsini də yükləyir. Mən daha çox qabaq hissəyə uzanıram, yəni tutacaq bu hissəyə düşür və daha çox sinənin üst hissəsi streç olur. Axırıncı setim qaldı, maksimum artırmışam, sonuncu üçüncü set. 8 dəfə getsə yaxşı olar, bundan əvvəl 10'luqlar yox idi, 12 dəfə etdim, rahat olmasa da 12-ci tükəniş set oldu və artırmışam, 8 etsə məl olacaq. Eyvallah. Baxın dostlar, yəni hərəkətlərin ardıcılığı və həmən hərəkətlərdə çəkilər ilə seçməlisiniz ki, sonuncu setlərə çatanda tükəniş olsun. Bu da vacibdir, bu da təbii ki, zamanla praktika ilə gəlir. Başlayayım birinci setə. Birinci set adaptiv olacaq. Total 3 set eləyəcəm. Incline chest press. Burada skameykanın hündürlüyündən çox şey asılıdır. Siz bunu nə qədər aşağı qoysanız, yəni sinənizin üst hissəsi və çiyin yüklənə bilər. Ona görə elə tənzimləməlisiniz ki, sizə lazım olan yer yüklənsin. Məndə sinənin üst hissəsi zəif olduğu üçün skameykanı ona uyğun qoymuşam. İndi baxacağım yenə də. Eyvallah. Şuradan bunu artırmaq var hər tərəfə. Sayını çalışacağım, yenə 12'dən aşağı düşməyəm. Bunu da 12 etdim. Fasilə verin, 1 dəqiqədən incələcəm. Artıq sinəm yaxşı dolubdur. O deməkdir ki, məşqimiz düz gedir. Ümumiyyətlə, məşqə başlamamışdan öncə özünüzə obyektiv qiymət verməyə bacarın. Hansı hissəvi zəifdirsə, məşq planı ona uyğun fokuslanmalıdır. Yəni, professionalların proqramını ya da dostumun proqramını gedim təkrarlayım. Elə bir yaxşı nəticə görə bilməyəcəksiniz. Öz üzərinizdə güzgüyə baxdım, obyektiv qiymət verdim və ona uyğun da proqramımı qurdum. Ən çox gələn suallardan biri isə effektiv proqram, effektiv hərəkət. Məsləhətim ola bilər ki, boş-boş şeylərə zaman itirməyin. Özünüzə uyğun bir plan qurun, onunla davam edin. Yəni, zəif bölgən sənin kürəkdirsə, o hissəyi yükləyirsən, sinədirsə, sinəni yükləyirsən. Sehirli bir proqram, tez bir nəticə burada olmayacaq. Sən uzun müddətli bir məqsədlər qoymalısan və ona doğru irəliləməlisən. Yəni, keyfiyyətli proqram və keyfiyyətli hərəkət onu saymaq olar ki, hansını ki, sən düzgün yerinə yetirirsən. İstər bu hərəkət, yəni bu hərəkəti mən də edə bilərəm, başqası da edə bilər. Kim bunu daha keyfiyyətli edirsə, o da onun üçün ən effektiv olur. Bilirəm, çoxlarınız oturursunuz internetdə, professionalları izləyirsiniz, professionalların proqramını təkrarlayırsınız. Ya da hətta bir-iki nəfər görmüşəm, ChatGPT-dən proqram alıbdır. ChatGPT sənə nə proqram verəcək? Onda teoriya var, praktika yoxdur, praktikanı sən üzərində yoxlamalısan. Ya da praktikal olan insanlardan məsləhət almalısan. Yəni o misal üçün verdi sənə incline chest press. Onu gəldin, oturdun, əminsən ki, onu düzgün yerdə yetirmisən. Kənardan qiymət verən yoxdur axı, ChatGPT sənə yazdı, proqramı verdi. O səndən soruşmur, sən bunu necə yerinə yetirmirsən, düz etmirsən ya da səni görmür. Ona görə praktika daha vacibdir. Teoriyada yazılanlar öz yerində, praktika öz yerində. Sən teoriyayla inkişaf etmirsən, sən burada zalda praktika ilə inkişaf edirsən. Neysə, çox şey demək olar. Mən başlayayım 3-cü setmə. 5'ləri artırmışam. Sonuncu setimdə tükəniş eləyəcəm. Çalışacağım say 8-10 olsun. Olacaqdır inşallah. Düzdür, bura məscid deyil. İnşallah demənin heç bir mənası yoxdur. Hə, Rəşad? Əsas o da etmək lazımdır. Başlayaq. Hop! Eyvallah. Bu da oldu ən effektiv hərəkət. Çünki düzgün yerinə yetirildi.
Sonuncu set isə tükəniş oldu. Texnika pozulmadan. Yoxsa mən proqramı verim deyim ala, bunu təkrarla. Nəsə görəcəksən ondan. Mən əminəm ki 99% isə o hərəkəti düzgün yerdə itirməyəcək, sonra da deyəcək. Müəllim, mən sən dedikləri elədim, amma nəsə sən görmədim. Bu belə işləmir. Burada praktika daha çox vacibdir. Mən özüm yeni başlayanda da araşdırırdım, edirdim, düzdür. Mən 10 ildən çox əvvəl başlamışam, onda bu qədər məlumat yox idi. Mən də axtarırdım o tez sirri, tez nəticəni. Amma 4-5 il keçəndən sonra gördüm ki, sadəcə zaman lazımdır. Tez nəticə alınmayacaq görmək. Məsləhətim odur ki, yəni yeni başlayanlar, siz də belə şeylər zaman itirməyin. Düzgün, obyektiv qiymət verin, tələsmək lazım deyil. Növbəti 4-cü hərəkətim isə butterfly olacaq. Burada da skameykadan çox şey asılıdır, bayaq olduğu kimi. Ümumiyyətlə, bütün hərəkətlərdə skameykanın hündürlüyündən həmən əzələrin fərqli nöqtələrini yükləmək olar. Mənim məqsədim burada sinənin hissəsini yükləməkdir. Onun üçün maksimum dərəcədə aşağı qoymuşam. Səhv etmirəmsə, yox, indi maksimum oldu. Maksimum dərəcədə aşağı qoymuşam və tutacaqları isə standart şəkildə yox, tam üst hissəsindən tutacam. Sinəmin tam orta hissəsini yükləmək üçün. Yoxlaya bilərsiniz, təbii ki, o biraz, belə deyim, daha təcrübəli idmançılar üçün, yeni başlayanlar sadə etsə tam kifayət edər. Sadəcə detallı çalışmağım üçün belə bir hərəkətləri dəyişməyim, individual etməyim mənim üçün vacibdir. Başlayım, total 3 set işləyəcəm. Sayılar çalışsam 12-dən 15-dən aşağı düşməsin. Məqsəd burada çəki deyil, yaxşı streç edib və birləşdiyində fiks etməkdir ki, sinənin orta hissəsi tam qanla dolsun. Başlayaq, siz də izləyərsiniz. Biraz da çəkini artıracam. Fasiləni çox verməyəcəm, çünki elə də bir ağır hərəkət deyil. Yəqin ki, maksimum 1 dəqiqə, 1 dəqiqə yarım tez-tez işləyim. Çünki onsuz həmişə çəkim olanda YouTube kanalı üçün. İndi siz baxırsınız, düşünürsünüz ki, videonun sonuna qədər hər şey idealdır. Amma əmin olun, bəzi kadrlar var ki, Rəşad da görür. 10-cu dəfədən belə alınır, o da zaman alır təbii ki. Məcbur məşqimdən biraz qurban verirəm. Çəkmək, bölüşmək də lazımdır. Hər ikisini bir arada yerləşdirməyə çalışıram. Sonuncu set 35-ə qoymuşam. Çalışsam 12-dən aşağı düşməyim. İndi 10 da ola bilər, əsas odur tükəniş olsun. Maksimum setdən çıxartmaq lazımdır. Görək nə qədər gedəcək. Eyvallah. Gördüyünüz kimi hərəkətdən maksimumu çıxartdım. Tam tükəniş setinə çatdım. Təbii ki, sonuncuları tez-tez eləyib 15 dəfədə, 12 dəfədə etmək olardı. Amma mənə bu lazım deyil, mənə maksimum lazımdır. Maksimum həmən hərəkətdən, podxoddan çıxartmağım. Onun üçün texnikanı pozmaq şərtilə, yəni axıncılar olsa belə texnikanı çalışıram, tam 100% saxlayım. Və sinə məşqin sonuncu hərəkəti dips. Skameykanı maksimum dərəcədə aşağı qoyacağım. Çünki mən sinəni çalışıram, burada trisepslərdə çalışmaq olar. Triseps çalışırsansa, sənin skameykan yuxarıda olmalıdır. Yox, əgər sinə işləmək istəyirsənsə, skameyka maksimum dərəcədə aşağıda olmalıdır ki, sən həmən əzələni, yəni sinəni streç eləyə bilərsən. Streç olduğu zamanı təbii ki, sinə işləyir. Sinə işləmək üçün də mən skameykanı maksimum aşağı qoymalıyam. Yuxarı buraxanda yaxşı streç olsun. Başlayacağım. Maksimum yuxarı streç və yavaş aşağıya doğru. Asan da idi, hər tərəfə 2-dən 20 artacağım ki, tükəniş seti olsun. Fasiləni də 1 dəqiqə verəcəm, çünki elə bir hərəkətdir ki, 2 dəqiqə ehtiyac yoxdur. Sonuncu setimiz və keçəcəm triseps məşqinə. Trisepsdə toplam 3 hərəkət işləyəcəm. Ən yaxşı hiss etdiyim hərəkətləri bölüşəcəm sizinlə. Siz də məşq proqramınızı quranda hansı hərəkətlər ki, yaxşı hiss edirsiniz, o hərəkətlər də sizin üçün ən effektiv hərəkətlər sayılır. Proqramınızı da ona uyğun qurun. Başlayaq. Görək nə qədər gedir. Eyvallah, 8 oldu. Sinə məşqi yekunlaşdırdım. Yenə də 1 dəqiqə yarım fasilə və həmən qolun arxasına keçək.
Keçək triceps məşqinə birinci hərəkətimiz triceps push down, sadə bir şey. İstər ip olsun, istər tozaq. Elə də fərqli bir şey dəyişmir, yəni tricepsin bucağı dəyişməklə. Çünki əzələnin birləşmə nöqtəsi eynidir. Düz sazaq çalışsam da həmən yerə yüklənir. İplə çalışsam da həmən yerə yüklənəcək. Total 4 set eləyəcəm. İkisi sinmə set olacaq, ikisi isə işlək. İsinmə setlərdə 15-20 arası say, işlək ikisində isə çalışacağım və ondan aşağı düşməsin. Başlayaq. Mən artıq ikinci setə başlayıram. 15 edəcəm sayını. Sonuncu setim qaldı. Maksimum qoymuşam, yəni mənə uyğun maksimum. Drop set eləyəcəm. Birincisini nə getdi? Tükənişə doğru. 5 ola bilər, 8 ola bilər. Önəmli olan keyfiyyət etməkdir. Sonra isə çəkini bir hardasa 30% alacağım və tam tükənişə doğru texnikanı yenə pozulmaq şərti ilə edəcəm. Əla, 7-də dirəndi və hardasa 30-40% aldıram və yenidən tələsmədən aşağıda fiksasiya etməklə. Super. Və ümumiyyətlə bir çoxlarını sevirsiniz, xoşlayırsınız. Qol arxası olsun ya qol qabağı 5-6 hərəkəti işləməyə. Əmin olun, yəni siz belə keyfiyyətdə birinci hərəkəti işləsəniz, ikinci, üçüncü hərəkətə belə güc qalmayacaq. Ona görə daha çox hərəkətin sayı yox, hərəkətin keyfiyyəti vacibdir. Növbəti hərəkətim isə yenə cable olacaq. Fransız jim. İndi göstərəcəm, texnikanı bölüşəcəm. Sadəcə vacib olan yaxşı aşağı streç etməyinizdir və dirsələrinizi bir yerdə fiksasiya etməyiniz. Çəki önəmli deyil. Zaten bu birinci hərəkətdən sonra düşünmürəm ki, ikinci hərəkətdə maksimum ağrı eləyə biləsiniz. Əsas odur sayılar çalışın, 12-dən aşağı düşməsin, ona uyğun çəki seçin. Yəni bu hərəkəti eləyirsənsə və bu hərəkətdə bura qədər yarımsıq buraxırsansa tutacağı, onun heç bir önəmi yoxdur. Çalışın, maksimum streç edin. Bu tip hərəkətlər uzun başlıq daha yaxşı işləyir. Baxın, işləyəndə çalışın, dirsəyiniz sabit qalsın. Hərəkətin sonuna qədər bu vəziyyətdə gedib gəlməsin. Yoxsa sən bu hərəkəti eləyirsənsə və hərəkəti maksimum amplitudada çalışmırsansa, onun elə bir effektivliyi olmayacaq. Çünki bu tip hərəkətlər, yəni yüz aşağı uzanırsınızsa, daha çox uzun başlıq qoşulur. Onun üçün stretching çox vacibdir. Yəqin ki, yox, elə səkidə artırmayacağam. Total 3 set eləyəcəm. Bayaq 10 elədim. İkinci, üçüncünü də onu saxlasam, əla olar. Fasilə 1 dəqiqə. Çünki triceps ilə bir böyük əzələ deyil. Çox istirahət edəcək yoxdur. Hər səfərində deyirəm, yəni fərqli bir nəticə gözləməyin. Fərqli bir hərəkət, proqram siz tapa bilməyəcəksiniz. Sizə lazım olan zamandır və sizin özünüz qurduğunuz proqramı hansı keyfiyyətdə, ardıcılıqda işləməyinizdir. O zaman siz nəticəyə gəlib çıxacaqsınız. Standart tipik bir hərəkətləri yerinə yetirdim. Sadəcə sinənin üst səsi zəif olduğu üçün məşq proqramına ona uyğun qurmuşam. Tricepsdə elə həmçinin fərqli bir şeylər yoxdur. Fərqli olan mənim məşqə yanaşmağımdır. Yəni sizdən fərqli olaraq. Fərqimiz sadəcə bundadır. Başlayım sonuncu setə. Onsuz elə birinci, ikinci setdə ondan çox eləyə bilmədim. Üçüncünü də 10 saxlasam əladır say. Görək. Əla. Elə orada da dirəndi say. Biraz fasilə verəcəm və sonuncu, üçüncü hərəkətim qalıbdır. O da tək-tək overhead press işləyəcəm, yəni boyun arxası qantellə. Orada da uzun başlıq yaxşı işləyir. Çünki maksimum dərəcədə streç edirəm. Xırda nüanslar var, onları da bölüşəcəm sizinlə. Total 3 set və beləliklə bugünkü məşqimizi yekunlaşdıracağım. Xırda nüanslardan onu bölüşə bilərəm ki, burada vacib olan dirsəyinizi sabit saxlamağınızdır. Digər triceps hərəkətlərində olduğu kimi. Mən 14-dən başlayacağım. Düşünürəm 18-ə qədər qalxa bilərəm. Sayıları birinci 15 eləyəcəm, sonra isə təbii ki, çəki qalxdıqca sayı da istər-istəməz düşəcək. Başlayaq. Hop. Və bugünkü sinə və triceps məşqini yekunlaşdırdım. Bazarın belə informativ olmasını istədim. Əgər sizin də hansısa bir sualınız olsa, mütləq rəylərdə bölüşün, cavab verəcəm və növbəti buraxılış üçün
Mövzular, praktikamı, təcrübəmi sizinlə bölüşərəm. İzlədiyiniz üçün çox sağ olun. Mütləq bəyənməyi, rəy bildirməyi və abunə olmağı unutmayın. Növbəti buraxılışlarda görüşərik.